Salam əziz tamaşaçılar. Haqqın dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Bugünkü mövzumuz ibadətlərin insanın ruhi inkişafına təsiri haqqındadır. İbadətlərin müəyyən bir hədəfi var, insanı mənəvi cəhətdən təkmilləşdirmək və inkişaf etdirmək. Bu mövzunu müzakirə etmək üçün qonağımız Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, eyni zamanda Hacı Cavad məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyevdir. İbrahim müəllim, xoş gəlmişsiniz. Xoş gördük. İbrahim müəllim, gəlin əvvəlcə buradan başlayaq. Ruhi inkişaf və ibadət deyəndə biz əslində nəyi nəzərdə tuturuq? İnsanın ruhi inkişafa ehtiyacı varmı? İbadətlər nədir? Biz həyatımızda ibadətləri hansı növlərindən bəhs edə bilərik? İbadət ümumiyyətlə müəyyən bir həyat şəraitidirmi, yoxsa müəyyən bir rituallar, ayinlərdirmi? Bu barədə əvvəlcə bu məfhumları aydınlaşdırsaq tamaşaçılarımız üçün daha faydalı olar. Bəli, bildiyiniz kimi ruh məsələsi Qur'an-ı Kərimdə bir neçə ayədə öz əksini tapmış, o cümlədən də bəzən nəfs sözü ilə əvəz olunmuşdur. Ümumiyyətlə ruh və yaxud nəfs dedikdə müasir dövrdə biz psixologiya, bir insanın psixologiyası desək bəlkə də yanılmarıq. İbadət məfhumu da bildiyiniz kimi bütün dinlərdə, o cümlədən də İslam dinində geniş məna çalarlarına malik olan, dində, Qur'an-ı Kərimdə çox böyük əhəmiyyətə sahib olan bir anlayışdır. Hətta biz Qur'an-ı Kərimə baxdığımız zaman görürük ki, Uca Allah insanların və cinlərin, yəni əqli varlıqların yaranmasının birbaşa səbəbini məhz ibadətə bağlayır. Məsələn, Zariyat surəsində "Mə xalaqtul cinnə vel insə illə liya'budun." Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratmışam. İbadət məfhumu lüğəvi olaraq bilirik ki, qulluq etmək, Uca Allahın qarşısında boyun əymək, baş əymək, onun böyüklüyünü, onun qüdrətini izhar etmək, tanımaq mənalarını ifadə edir. Və yaxud da başqa bir ayədə Uca Allah buyurur ki, əgər sizin ibadətiniz, dualarınız olmasaydı, sizin Allah yanında nə dəyəriniz olardı? Bu iki ayə kontekstindən çıxış etdikdə məlum olur ki, birbaşa bizim yaranmağımızın elə səbəblərindən biri və bəlkə də birincisi məhz Uca Allaha ibadət edək deyə yaranmışıq. Bu artıq ibadətin İslamda, xüsusilə də Qur'anda nə dərəcədə bir əhəmiyyətli rol oynadığını da özündə əks etdirmiş olur. Əlbəttə ki, bununla yanaşı biz həm də Peyğəmbərimizin, Əhl-i Beyt imamlarının, o cümlədən Səhabe-i Kiraminin də hədislərinə, onların həyat tərzinə baxdığımız zaman görürük ki, ibadət onların həm kəlamlarında və həm də gündəlik həyat tərzlərində xüsusi bir dəyərə sahib olur. İbadət özünü biz iki hissəyə şərti olaraq bölə bilərik. İbrahim müəllim, elə mən də o nöqtəyə gələcəkdim. Çox maraqlı hissəyə gəldiniz. Ümumiyyətlə, bütün dinlərin biz bilirik ki, ibadət hissəsi var. Yəni, dinlər etiqad hissədən və ibadət hissədən ibarətdir. Sanki ibadət cəhəti o etiqadı möhkəmləndirmək, bəlkə də insanların o dinlərdən qarşıya qoyulan məqsədə çatması üçün vacib ünsürlər olaraq qarşımıza çıxır. Elə sözünüzə qüvvət, oradan davam edək. Bu məsələni biraz genişləndirək istəyirəm. İslam dinində ibadətlərin əhəmiyyəti, funksiyalar nədən ibarətdir? İbadətin hədəfi nədir? İbadət sadəcə zahiri bir əməldirmi, yoxsa onun daxildə istiqamətləndiyi bir hədəf var? Bildiyiniz kimi, ibadət özü bir rituallar, zahiri forması ilə icra edilən, bir də var batini, mənəvi formada. Məsələn, qəlbdə edilən zikirlər və yaxud da düşüncə ilə edilən ibadət. Məsələn, bizim hədis mənbələrimizdə bu mövzuda bir neçə hədis var. Onlardan biri bundan ibarətdir ki, bir dəqiqə Allah üçün düşünmək 60 illik ibadətdən daha üstündür. Görünən budur ki, insan təkcə elə zahiri rituallarla deyil, eyni zamanda öz düşüncələri ilə də ibadət etməlidir. Və ibadətin də biz mahiyyətinə baxdığımız zaman görürük ki, Qur'an və sünnədə bizim üçün fərz edilmiş bütün ibadətlərinin özlərinə məxsus hikmətləri var.
Yəni onların bir zahiri forması var, bir batini mənaları var. Məsələn, konkret misallara müraciət etsək, tutalım dəstəmaz almaq. Peyğəmbər əleyhissalam dəstəmazın hikmətini açıqlayarkən belə buyurur: İnsanlar, müsəlmanlar başlarına məs çəkirlər ona görə ki, ey Rəbbim, başımda olan bütün mənfi düşüncələri, məni günaha sövq edəcək bütün düşüncələri başımdan silib atıram. İnsan ona görə əllərini yuyur ki, Peyğəmbərimiz deyir ki, ilahi, mən bu əllərimlə etdiyim günahları bir daha törətməyəcəm və indiyə kimi etdiyim günahlardan tövbə edirəm. Üzün yuyulması o deməkdir ki, ilahi, sənin huzuruna mən qara üzlə, günah üzümlə deyil, üzümü yuyaraq, o günahları üzümdən ataraq çıxmışam. Ayaqların məs edilməsi və ya yuyulması bunu göstərir ki, Peyğəmbərimizin hədisindədir bu. İlahi, mən sənin huzuruna pak qədəmlərlə gəlmişəm. Yəni, bütün bunların hamısı hikməti onu göstərir ki, həqiqətən də ibadətin həm bir zahiri forması var, həm də bir batin. Məsələn, namazı biz konkret olaraq misal verə bilərik. Tutalım, Qur'an-ı Kərim İnnə salata tənha anil fəhşai vəl münkər. Ənkəbut surəsində buyurduğu bu ayədə namaz həqiqətən sizi hər növ çirkinliklərdən, hər növ qəbahətli işlərdən qoruyar. Deməli, biz namazı təkcə zahiri formada əyilib düzəlmək, səcdə, rükü etməklə deyil, biz həm də namazın bu batini dünyasını yaşamalıyıq. Bax, məhz həmən o ibadətlər səbəb olubdur ki, bizim o ruhi, bu nəfsi, mənəvi, psixoloji aləmimizə də təsir etmiş olsun. Əgər bizim o ibadətlərimiz lazımi şəkildə, yəni o batini mənalarını da özündə əhatə eləməsə, heç bir faydası olmayacaq bizim ruhi düşüncəmizə, bizim mənəviyyatımıza, psixologiyamıza. Məsələn, orucu biz misal götürə bilərik. Fatimə-i Zəhra Peyğəmbərimizin əziz qızı, Allahın salamı olsun onlara, belə bir məşhur onun rəvayəti var. Deyir, Allah orucu ona görə fərz etdi, vacib etdi ki, insanlar səmimiyyət tapsınlar. Deməli, oruc ibadətinin hikmətində, necə deyirlər, nüvəsində insanların mənəviyyatını, onların ruhu dünyasını saflaşdıran, bizim bəlkə də bilmədiyimiz, bəlkə də dərk eləmədiyimiz müəyyən bir hallar var. Onlar iman gətirən və Allahı zikr etməklə qəlbləri rahatlıq tapan kimsələrdir. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapar. Quran-ı Kərim, Rəd surəsi 28-ci ayə. Bir hədisdə Peyğəmbərimiz buyurur, neçə adam var ki, oruçdan ona qalan sadəcə azlıq və susuzluqdur. Yəni, onun o mənəvi ab-ı havasını, mənəvi faydasını əldə edə bilməyib. Və bu baxımdan ibadətlərin o daxili aləmi mütləq şəkildə nəzərdə saxlanmalıdır. İbrahim müəllim, həm İslam dinində, həm də digər dinlərdə toplu ayinlərə, kütləvi ayinlərə xüsusi diqqət yetirilir. İslam dinində bunu biz namaz ibadətində görürük, həcc ibadətində görürük. Eyni zamanda o psixoloji təcrübələr də bunu göstərir ki, insanlar toplu şəkildə ibadət etdikləri zaman oradan xüsusilə böyük mənəvi zövq ala bilirlər və onlar üzərində daha qalıcı olur, təsirləri daha uzun olur. Məsələn, Peyğəmbərimizin hədislərində də cəmaət namazına təşviq var. Sanki fərdi ibadətlərlə müqayisədə toplu şəkildə edilən ibadətlər arasında təsir baxımından bu kimi ciddi bir fərq var. Bunu necə dəyərləndirə bilərsiniz? Baxın, insanlar bir araya toplaşdıqları zaman ilk işləri nə olur? Bir-birlərinə salam vermək. Biz hədis mənbələrinə baxdığımız zaman görürük ki, iki insanın bir-birinə salam verməsi nəticəsində Peyğəmbərimiz buyurur ki, salamın 70 savabı vardır, 69-u onu verənindir. Və yaxud da İmam Baqir əleyhissalamdan bir hədis var, buyurur ki, iki şəxs bir-birləri ilə görüşdükləri zaman ağacın yarpağı töküldüyü kimi onların günahları da
tökülər. Deməli, insanlar bir araya toplandıqları, birgə ibadət üçün toplandıqları zaman ən azından bir-birlərinə verdikləri salam nəticəsində öz günahlarını bağışlatmış olurlar. İkincisi, insanlar bir araya toplaşdıqları zaman sizin də qeyd elədiyiniz kimi istər namaz ibadəti üçün olsun, istərsə də həcc və digər toplum ibadətləri üçün olsun, bir-birlərinin dərd-sərlərinə şərik olmuş olurlar. Ən azı bir insanın digər bir insanın dərdini soruşması ona nə qədər psixoloji dayaq olmuş olur. Onun ruhuna hədisdə var. Peyğəmbər əleyhissalam buyurur ki, əgər bir şəxs bir qəmgin möminin əhvalını soruşub, onun qəmini aradan aparsa, bu Allah yolunda verilmiş ən böyük sədəqələrdən biri olar. Biz bir araya toplaşarkən bir-birimizin keyfini, əhvalını soruşmaqla da böyük ibadət eləmiş oluruq, böyük savab qazanmış oluruq və yaxud da bir-birimizə verdiyimiz o mənəvi dəstəyin özü bizim ruhumuzda nə qədər psixoloji olaraq bizdə bir inam hissi yaradır, bizdə bir yaşamaq hissi yaradır, bizdə bir, necə deyirlər, ruhumuzu sanki qüvvətləndirir ki, bax, mənim də keyfimi soruşdular, mənim də qayğıma qaldılar, mənim də dərdimə şərik oldular. Yəni, bütün bunların hamısı onu göstərir ki, sizin də qeyd etdiyiniz kimi, insanlar çalışmalıdırlar, daha çox toplum ibadətlərə üstünlük versinlər. Məsələn, cəmaat namazlarında Peyğəmbərimizdən hədis var, bəzi mətnlərdə 25, bəzi mətnlərdə hətta 27 savabı var cəmaat namazında iştirak eləməyin. Yəni, bütün bunların hamısının hikməti var. Amma bayaq da qeyd elədiyimiz kimi, bu hikmətlər bağlı olmalıdır insanın qəlbinə, insanın ruhuna, insanın mənəviyyatına. Əgər ruh, mənəviyyat sağlam deyilsə, yalnız məni görsünlər deyə, riya. Məsələn, Qur'an-ı Kərimdə ayə var. Vay olsun o namaz qılanların halına ki, onlar öz namazlarından qafildirlər, riyakarlıqları ucbatından namaza qalxarlar. Yəni, bu onu göstərir ki, toplu ibadətlər o zaman insanların psixologiyasına, mənəviyyatına, ruhuna müsbət təsir edəcək ki, onlar səhv olsun, səmimi olsun. Riyakarlıq ucbatından, təkəbbür ucbatından, kimsə məni görsün filan məsciddə və yaxud da məni həcdə görsün və yaxud da məni oruc olduğumu görsün deyə ibadət edirsə və yaxud da sədəqə verərkən Peyğəmbər əleyhissalam buyurur ki, bir əlin verdiyini o bir əl bilməməlidir. Yəni, o qədər bu işlərə, biz bu işləri icra edərkən saf, səmimi, sırf Allah rızası üçün etməliyik ki, şeytanın ora zərrə qədər də olsun qatqısı olmasın. Çünki şeytanın ora qatqısı olsa, onun heç bir faydası olmayacaq. Bəli, çox doğru məqama gəldiniz. Həm toplu ibadətlər barəsində mən Ramazan ayında edilən ibadətləri siz danışarkən mən ağlıma gətirdim. Bir çox insan, bəlkə də gündəlik həyatında ibadətlərini yerinə yetirməyən insanlar belə Ramazan ayında oruc ibadətinə xüsusi bir maraq göstərirlər. Hətta bəzən deyirlər ki, əgər ətrafda oruç tutanlar olsaydı, Ramazandan sonra da oruç tutardılar. Yəni, ibadətin özünü sevirlər, amma oradakı o toplu hərəkət etmək, insanların birgə ibadət etməsi insanları bir baxımdan təşviq edir. O mənəvi atmosferi yaxalaya bilirlər və onların mənəviyyatına təsir edən də məhz odur. Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə onun heybət və əzəmətindən ürəkləri titriyər. Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar. Onlar ancaq öz Rəbbinə təvəkkül edər. Quran-ı Kərim, Ənfal surəsi 2-ci ayə. Bəzi hallar olur ki, insanlardan bunu görürük. İbadət edir, amma ibadət onun qəlbinə təsir eləmir. Və bundan şikayətlənir. Yəni, ibadətlərin onu mənəvi olaraq zövq vermədiyini, ruhi inkişafına töhfə vermədiyini dilə gətirir. Bunun səbəblərini nədə görmək olar İbrahim müəllim və bunu necə aradan qaldıra bilər bir müsəlman? Qeyd etdiyimiz kimi ibadət səmimi olmalıdır. Əgər ibadətin içərisində səmimiyyət yoxdursa, onun insan mənəviyyatına heç bir təsiri olmayacaq.
Ona görə də bir insan etdiyi hər hansı bir ibadəti, istər batini ibadət formasında olsun, istərsə də zahiri ibadət formasında olsun, gərək onu mütləq Allah rızası üçün həyata keçirdiyini niyyət eləsin. Bax, ona görə də dinimizdə niyyət çox önəmlidir. Peyğəmbər əleyhissalam bütün əməllər niyyətə bağlıdır deyə buyurur. Deməli, niyyətin saflığı ibadətlərimizdə birinci dərəcəli məsələdir. Məsələn, biz namaza durarkən də bizim ilk işimiz niyyət eləməyimizdir. Çünki əgər niyyət yoxdursa, o ibadətin nə saflığından söhbət gedə bilər, nə də ki, o ibadətin məqbulluğundan söhbət gedə bilər. Deməli, hər bir insan istəyir ki, onun ibadəti uca dərgahda qəbul edilsin, mütləq şəkildə niyyətini sağlam etməlidir. Və niyyətin sağlam olması nəticəsində onun ibadətləri uca dərgahda nəinki qəbul olacaq, hətta onun mənəviyyatına, onun o psixologiyasına çox müsbət təsirləri olacaqdır. Qərb dünyasının məşhur alimlərindən olan Herbert Benson olub. Deməli, bu uzun illər, təqribən 30 ilə yaxın mömin insanların, ibadət yerlərinə gələn insanların psixologiyasını, ruhi vəziyyəti ilə qeyriləri arasında araşdırma aparıb. Alimin gəldi ki, sonuncu qənaət bundan ibarətdir ki, mömin insanlarda, ibadət yerlərinə gələn insanlarda mənəvi, psixoloji, ruhi xəstəliklər digərlərinə nisbətən 60-90 dərəcə faiz fərq eləyir. Bax, Peyğəmbərimizin də biz hədisinə baxdığımız zaman qəbirləri ziyarət eləyin. Məsəl üçün hədisi var, axirəti sizə xatırladar. Çünki insan o ibadətlər vasitəsilə, o ziyarət, özü də bir ibadətdir. Məsələn, həcc ziyarətinə gedirik, ibadətdir. Məkkəyi, Mədinə-i Münəvvərədə Peyğəmbərimizin ziyarəti ibadətdir. Bunların hamısı insanların psixologiyasına, bunu elm də artıq sübut eləyir. Məsəl üçün, bilirik ki, insanların müəyyən vəzilər var da, insan orqanizmasında. Onlar yeri gələndə hormonlar ifraz edirlər. Məsəl üçün, stres hormonu. İnsan təşvişə düşdüyü zaman, insan həyəcana düşdüyü zaman. Amma insan Allahla özü rabitə qura bilsə, məsələn, necə Qur'an buyurur ki, Allaha təvəkkül eləyin. Allaha təvəkkül eləməsi nəticəsində alimlər elm sübut eləyir ki, həmən o hormonun ifrazatı azalır. Və bunun vasitəsilə özünü təşvişdən, qorxudan uzaq tutmuş olur. Həqiqətən də çox doğru məqamlara toxundunuz. Bir ayədə də necə buyurulur? Qəlblər yalnız Allahı zikr etməklə aramlıq tapar deyir. Xüsusilə müasir dünyada insanların tənhalıq hiss etdikləri, ruhi böhranlar yaşadıkları dövrlərdə ibadətlərin insan ruhu üzərindəki müsbət təsirləri həm sosial elmlərin araşdırmaları, psixologiya elminin araşdırmaları nəticəsində öz isbatını tapır, həm də dinin bu barədəki təşviqləri, yönləndirmələri faydalı olur. Ümumi olaraq yekunlaşdırsaq, bu ibadətlər insan ruhuna müsbət təsirlər edir, amma önəmli olan bunları səmimiyyətlə və hədəfli şəkildə yerinə yetirməkdir. İçi boş, quru, sadəcə zahiri şəkildən ibarət hərəkətlər insan mənəviyyatının inkişafına töhfə verə bilməz. İbrahim müəllim, mən sizə çox təşəkkür edirəm gəldiyiniz üçün və dəyərli fikirlərinizi bizimlə paylaşdığınız üçün. Sağ olun, minnətdaram. Çox sağ olun. Əziz tamaşaçılar, bugün hörmətli İbrahim müəllimlə ibadətlərin ruhi inkişafımız üzərindəki təsirini müzakirə etdik. İbadətlərin bir hədəfi var, o hədəf insanları ali mərtəbələrə çatdırmaq, mənəvi cəhətdən zənginləşdirməkdir. Bununla da verilişimiz başa çatır. Haqqın dərgahı verilişinin növbəti buraxılışlarında görüşmək ümidi ilə sağ olun, salamat qalın.